anamın ən çətin o dönəmdə o xəbəri toyun ortasında aldım. Təyyarə endi. Biz çatdıq Gürcüstana. Vəfa xanım və mən idim. Bir də Fəqan. Və otelə çata-çatda örgəndim. Geri qayıtmaq istəyirəm, qayıda bilmirəm. Hələ məclisə daxil olmamışsan. Daxil olmamışıq. Çatmışıq otelə, hazırlaşacaq və məclisə davam edəcəyik, başlayacaq. Orada Vəfa şahiddir. Mən elə bir vəziyyətdə idim ki, Təsəvvür edirəm. mənə deyirlər ki, dur hazırlaşa bilmir. Telefonlar dayanmır. Kimə yığım, kimə nə deyim. Ancaq vəkilimlə əlaqədəyəm. Vəkil deyir ki, Aysun xanım, Bakıda yoxam. O birisi vəkilə yığıram. Mən də Bakıda yoxam. Əlim, qolum bağlı və heç bir şeydən də xəbərim yox. Niyə ümumiyyətlə baş verdi? Ümumiyyətlə xəbərim yoxdur. Mən dedim ki, Vəfa, məclis siyasi ilə danışaq. Mən danışa bilmirəm, sən danış. Məni anlayışla qəbul eləsinlər, gedim. Vəfa da dedi ki, Aysun, bugün sən özünü göstərməlisən. Sən bugün güclü olmalısan. Çünki bu toyəsinə qarşı hörmətsizlik olar. Və sən bugündən sonra işlərini davam eləməlisən. Çünki sənin bəlli bir məsuliyyətin var artıq. Və mən o toya belə bir gözümü silirdim. Səhnəyə çıxanda gülürdüm. Təbii ki, orada ağlaya bilməzdin. Dedilər ki, canlı ifaya, düşünün elə bir vəziyyətdəyəm ki, fonoqramı belə qulağım eşitmir. Yəni elə bir qulaqlarım batıb, beynimdə bir dənə vızz belə səs var.